O pul qaydana qədər mən heç bir naza tolerant deyiləm. Kimin xoşu gəlmir, bax bu gün deyirəm. Çox uzatmasın. Gələn həftə gəlsin ərizəsini yazsın, çıxsın getsin. 30 gün handover eləsin, 30 gündə özünə iş axtarsın, çıxsın getsin. Mənə lap bomba. Niyə? Ona verdiyim maaşı götürəcəm, atacam marketinq büdcəsinə. Gül kimi digital menecerimiz də var. 40 min zoqquldatacam AdWords-ə, lead generate eləyəcəm. Satacam. Satış gələcək, aya 200 min. Ondan sonra Ukraynadan gətirəcəm, buradan tapmayacam, Rusiyadan gətirəcəm, Özbəkistandan gətirəcəm. Kim istəmirsə bu şirkətdə işləmək, kim burada milyon dənə ay diktatordur, ay toksikdir, ay nə bilim nədir deyirsə, sabah gəlsin ərizəsini yazsın. Appreciation azdır, razıyam. Burada günahım var. Burada günahım var ki, o qədər problemlərə, işə başım qarışır ki, problem həll elə. Sizə çox sağ ol demək yadımdan çıxır. Razıyam. Siz də bir-birinizə çox sağ ol demək yadınızdan çıxır. Mənə də çox sağ ol demək yadınızdan çıxır. Ona görə mən bu gün çox sağ ol demək istəyirəm. Çox sağ ol demək istəyirəm ki, Kamrana bu illərdir yanımızdadır. Çox sağ ol demək istəyirəm Cahangirə ki, texniki problemlərimizi çözdü, həyatını research-ə falan sərf edir, o məlumatı toplayır, həzm eləyir, sonra çeynir, soxursun ağzınıza. Ki siz də nəsə öyrənəsiniz. Dünyaya çox sağ ol deyirəm ki, o da Kamran kimi mənə əzizdir, çünki şirkəti care eləyir. Dünya bu boydana feedback yazıb. Heç bir öz barəsində deyil.